Hoş gördük. Aziz izleyicilerim, sizinle bugünkü görüşümüz yeni ilin 2026. ilin ilk günlerine tesadüf edir. Yeni ilin ilk günleri benim için əlamətdardır. Bir de ona göre ki, Gözəl Zaqatala adlı kanalımın 3 yaşı tamam olur ve 4. yaşa qədəm qoyur. Bugünkü görüşümüzde düz 26 il bundan qabaq hazırladığım bir sənədlə sizi tanış etmək istəyirəm. Düz 26 il bundan qabaq dünya yeni minilliyə qədəm qoyurdu. Yəni bir minillik başa çatır, yeni minilliyin ilk ilinə dünya qədəm qoyurdu. Və dünyamızın yeni minilliyə qədəm qoyması ilə əlaqədar olaraq müxtəlif fikirlər söylənilir, proqnozlar verilirdi. Təbii ki, bu müsbət yönümlü proqnozlar bizi, insanları sevindirir, bədbin proqnozlar isə bizə demək kədərli təsir bağışlayırdı. Belə proqnozlardan biri də ondan ibarət idi ki, bəşəriyyət yeni minilliyə qədəm qoyanda, yəni 4 rəqəmin yeni ildə birdən-birə dəyişilməsi dünyadakı bütün kompüterləri çökdürəcək və dünyanı fəlakət bürüyəcəkdir. Yeni minilliyin gəlişi ilə əlaqədar o zamanki BMT-nin baş katibi Kofi Annan dünyanın bütün dövlət başçılarına müraciət etdi və minilliyin sammitinin keçirilməsi qərara alındı və bu sammitdə dünyamızın son minillikdə keçdiyi enişli yoxuşlu yollara yekun vurulacaq, görülən işlərə yekun vurulacaq və qarşıda duran vəzifələr müəyyənləşəcəkdir. Bununla əlaqədar olaraq mən də bir yaradıcı ziyalı kimi minilliyin gəlişi ilə əlaqədar BMT baş katibi Kofi Annana və dünyanın bütün dövlət başçılarına məktubla müraciət etməyi qərara aldım. Hazırladığım sənəd ölkəmizin müvafiq dövlət qurumlarına təqdim edildi və mənim sonraki illərdə yazdığım kitablarda bir neçə dəfə bu sənəddən mən istifadə etmişəm. Yəni bu sənədi vermişəm. İndi də sizinlə bugünkü görüşümüzdə həmin sənədi sizə təqdim etmək istəyirəm. BMT baş katibi Kofi Annana dünyanın bütün dövlətlərinin başçılarına sizə bu müraciəti bəşəriyyətin tarixində ən nadir və əlamətdar hadisələrdən biri olan yeni 3-cü minilliyin ilk günlərində yazıram. Yeni minilliyin, yeni əsrin ilk günlərini, ilk illərini bahara bənzədirlər. Bahar gəlişi ilə arzularımızı qönçə-qönçə çiçəkləndirir, bizə xoş əhval-ruhiyyə bəxş edir, dünyanı bəzəyir. Dünyamız da yeni minilliyə öz baharına qədəm qoyub. Arzu edirəm ki, dünyamızın baharı əbədi olsun, xəzana çevrilməsin. Bu isə ilk növbədə sizdən çox asılıdır. Bugün bizə tarixin az-az nəsillərə qismət etdiyi 2 əsrdə, 2000 illikdə yaşamaq səadəti nəsib olub. Yola saldığımız son əsri onun sakinləri müxtəlif cür adlandırmışlar. Atom əsri, möcüzələr əsri, yeni kəşflər əsri və nəhayət dağıdıcı müharibələr əsri. İsveç alimi Jean-Jacques Babel hesablayıb ki, son 5500 ildə dünyada 145.133 böyük və kiçik müharibə olub. Lakin 20-ci əsrin 2 dünya müharibəsi o qədər dağıdıcı olub ki, hər iki müharibədə buna qədər olan müharibələrdən qat-qat çox insan tələf olmuşdur. Bu faktlar müharibə qızışdırıcılarına yaxşı dərs olmalı, onları ciddi düşündürməlidir. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətinin yaradıcısı Henri Dunant 1853-cü ildə İtaliyanın Solferino qəsəbəsində müharibənin dəhşətlərini görmüş və gördüyü mənzərədən sarsılaraq dostları ilə birgə öz xeyirxah təşkilatını yaratmışdır. 1901-ci ildə insanpərvərlik fəaliyyətinə görə o ilk Nobel mükafatına layiq görülmüşdür. Görəsən Henri Dunant bəşəriyyətə 50 milyon insanın qanı bahasına başa gələn 2 dünya müharibəsinin saysız hesabsız dəhşətlərini görsəydi neylərdi? Görəsən Henri Dunant ərazi iddiası və etnik zəminində yaranan münaqişələrdə 20-ci əsrin təkcə 90-cı illərində 5 milyon insanın həyatına son qoyulduğunu görsəydi neylərdi?
bir güneşin istisindən qızınırıqsa, bir ayın işığından nur alırıqsa, nə üçün qənim kəsilmişik bir-birimizə? Onsuz da yaşadığımız minilliyə, ikinci minillikdən bir çox problemlər gətirmişik. Ərzaq problemi, ekologiya problemi, yoxsulluq problemi, dəhşətli xəstəliklərin müalicəsinin axtarılması problemi və s. Gələcək nəsillər üçün elə bu problemlər də kifayətdir. Onları bundan artıq qayğılarla yükləməyə bizim mənəvi haqqımız vardımı? Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Məmməd Araz öz məşhur şeirlərinin birində deyir: Dünya sənin, dünya mənim, dünya heç kimin. Doğrudan da belədir. Dünya hamımızın, dünya heç kimindir. Bu gəlimli, gödümlü dünyada bir-birimizə bir ömür payı düşür. Bu ömrün qiyməti isə insanın olum və ölüm günləri arasındakı məsafə ilə yox, ömrün mənası insanın xeyirxah əməlləri ilə ölçülür. Dahi Azərbaycan şairi və dramaturgu Hüseyin Cavid əsrin əvvəllərində deyirdi: Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü. Bəli, 3-cü minilliyə ciddi problemlər gətirdiyimiz kimi, digər tərəfdən bu problemləri həll edəcək dühalarla da gəlmişik. Şübhə yoxdur ki, məhz bu dühaların səyi ilə dünya yeni minilliyə əmin-amanlıq şəraitində qədəm qoyacaqdır. Dünyada sülh quşu hesab edilən göyərçin haqqında belə bir Azərbaycan xalq əfsanəsi yaşamaqdadır. Qədim zamanlarda şərq ölkələrinin iki qüdrətli şahı düşmənçilik edərmişlər. Nəhayət onlardan biri düşmənini müharibəyə çağırır. Müharibəyə çağırılan şəxs 15 ildir ki döyüşmürdü. Odur ki, dəbilqəsini əl-ayaqdan uzaq, köhnə bir otağa qoymuşdur. Döyüş qərəfəsində şah anasından bu dəbilqəni gətirməyi xahiş edir. Heç demə, həmin dəbilqədə göyərçin yuva salıb 3 ətcə bala çıxarmışdır. Ana dəbilqəni gətirmir və oğluna məsləhət görür ki, ona əl dəyməsin. Yoxsa ağ göyərçin inciyib küsüb gedər. Yetim balaların ah naləsi ölkəmizə bəlalar gətirər. Müdrik ananın müdrik sözlərini dinləyən hökümdar düşmən qarşısına başı açıq dəbilqəsiz çıxır. Rəqib ondan bunun sirrini soruşanda o sirri açır. Rəqib şah bu sözlərə inanmır və bunu vəziri vasitəsilə yoxlatdırır. O həqiqəti öz vəzirinin dilindən eşidəndə dərin fikrə gedir. Əlini düşməninə uzadaraq deyir: Gəl barışaq, sənin anan bir quşun, ağ göyərçinin yuvasını dağıtmaq istəmir. Bəs niyə biz nahaq qanlar töküb minlərlə insanın evini dağıdaq? Onlar sülh bağlayırlar. Deyilənlərə görə o gündən ağ göyərçin sülh quşu hesab olunur. 1859-cu ildə Solferino qəsəbəsində döyüş meydanında yaraları qövr eləyən yardımsız yaralılara görəndə onların iniltilərindən dəhşətə gələn Anri Dunan biz hamımız qardaşıq deyə haray qoparmış və bu sözlərlə də o qadınların, kişilərin qəlbinə yol tapa bilmiş və insanlar yaralılara kömək etməkdə ona yardımcı olmuşlar. Mənim əzizlərim, dünyamızın öz baharına qədəm qoyduğu bu məqamda bütün dövlət başçılarının bir-birinə əl uzadaraq biz hamımız qardaşıq demələrinin vaxtı deyilmi? Axı etnik və ərazi iddiaları zəminində yaranan münaqişələrdə 20-ci əsrin təkcə 90-cı illərində 5 milyon insanın həyatına son qoyulması faktı həyəcan təbili çalmağın vaxtı olduğunu demirmi? Əgər iki qüdrətli hökümdar bir quşun yuvalarını dağıtmamaq üçün müharibəyə son qoymuşlarsa, yer kürəsində milyonlarla insanın həyatına son qoyan, yuvalarını dağıdan müharibələrə son qoymaq vaxtı deyilmi? Bir anlığa düşünürəm, müharibə olmasa gözəl dünyamızda nələr olardı? Qüdrətli Azərbaycan şairi Məmməd Arazın müharibə olmasa şeiri yadıma gəlir. Müharibə olmasa yerlə Mars arasında körpü yarada bilərik. Müharibə olmasa yer 1000 illik barını bircə ilə yetirər. Alim ayı ulduzu dartıb yerə gətirər. Müharibə olmasa bəşərin qapısından artıq ölüm gen düşər. İnsanın saçlarına 100 yaşında dən düşər. Müharibə olmasa bəşərin gülləsi sözü məhəbbət olar. Ulu Tanrı bizə yer kürəsini, gözəl dünyamızı bəxş edib. Nəhəng planetlər, qalaktikalar arasında tənha dolanır yer kürəmiz.
Hesablamalara göre uzunluğu cəmi 200 kilometr, eni 70-80 kilometr olan küçük bir meteorit parçası kifayətdir ki, gözəl dünyamızı məhv etsin. Sonsuz asimanlar içerisinde bu o kadar da büyük bir ölçü değil. Alimlerin başka bir hesaplamasına göre yer küresini kenardan olacak belə hücumlardan müdafiə etmek için 100 iller lazım olacaktır. Bir taraftan da öz-özümüze qənim kəsilmişik. Alimlerin başka bir hesaplamasına göre son 5500 ildə dünya cəmi 292 ili müharibəsiz başa vurub. Doğrudan da kədərli statistikadır. Bugün gözəl dünyamızda gedən müharibələr, tökülən qanlar ancaq təəssüf doğurur. Deyilənlərə görə uzaq sivilizasiyaların sakinləri yer planetindeki hadisələri həyəcanla izləyirlər. Planet sakinlərinin bir-birinə belə qənim kəsilmələri onlara çox qəribə gəlir. Onlar planetimizin sakinləri ilə əlaqəyə girməməsi, göndərilən siqnallara cavab verməməsinin bir səbəbi də bundadır. Odur ki, dünyamızın gələcəyi sizin əlinizdədir. Minilliyin sammitində BMT Baş katibi Kofi Annan'ın sizə müraciət edərək belə demiştir. Siz dünya xalqlarının öz gələcəyini etibar etdikləri dövlət və hökumət başçılarısınız. Onlar özlərinin təhlükəsizliyini sizə etibar etmiştir. Dünyada atom fəlakətinə məruz qalmış yeganə ölkə olan Yaponiyanın Hiroşima şəhərində atom bombasının partladığı yerdə salınmış xatirə parkında abdə üzərində bu sözlər həkk edilib. Sakitcə uyuyun. Bu səhvlər bir daha təkrar olunmaz. Bəli, bu səhvlər bir daha təkrar olunmamalıdır. Odur ki, bu sözləri çox iri hərflərlə yer kürəmizin hər yerinə yazmaq lazımdır. Müasir silahlarla 1000 dəfələrlə gözəl dünyamızı məhv etməyin mümkün olduğu hazırki şəraitdə zamanda bu sözlər hamımızın qulağında sırğa olmalıdır. Bəşəriyyət yeni minilliyə öz baharına qovuşmuşdur. İnsanlar 1000 illər boyu sabit, gözəl dünya arzulamışlar. Bu arzuları dahi Azərbaycan şairi Şəhriyar belə ifadə etmişdir. Gəlin haqq naminə, bəşər naminə, sıxlaşaq, dostlaşaq, yaşayaq bahəm. Çalışaq bu dünya cənnətə dönsün. Qalmasın nə kədər, nə də ki bir qəm. Dünya öz baharına qədəm qoyur. Bu baharın yaradıcısı, memarı siz olmalısınız. Bu baharın keşiyində siz durmalısınız. Minilliyin sammitində 193 dünya lideri birlikdə xatirə şəkli çəkmişlər. Mən bu fotonu dünyanın ən qiymətli fotosu hesab edir və ən möhtəşəm muzeyləri, salonları bəzəməsini arzu edirəm. Arzu edirəm ki, beləcə əl-ələ verib dünyamızın gözəl baharının keşiyində durasınız. Qoy sülh göyərçinləri səmalarda pərvaz eləsin, səmaları fəth etsin. Yeryüzünün fidanları, kövrək kəpənək balaların çiçək-çiçək gülüşləri, ulduz-ulduz baxışları dünyamızı bəzənsin. Mənim elimdə bahar gələndə belə deyirlər. Baharda ürəkdə tutulan niyyətlər yerinə yetər. Baharım mübarək, gözəl dünyam. Sənə bu baharda əminamanlıq, bənövşə qoxulu günlər, sülh, birlik, firavanlıq arzulayıram. Diqqətinizə görə çox sağ olun.